Günə davam deyirik. Yenidən sizinlə bərabəri və müzakirəsini anonsunuzu etdiyimiz mövzu ətrafında danışmaq üçün qonağımızı dəvət etməliyik. Bəli, mövzumuz isə ailə daxili şiddət olacaq. Çünki bilirsiniz, ailə mövzusunda istər uşaqların tərbiyəsi baxımından, istər valideyn münasibətlərində daima maarifləndirməyə də yer veririk. Amma dünən oxuduğumuz xəbər bizi sarsıtdı. Gəncədə boşanmaq istəyən qadın həyat yoldaşı tərəfindən fiziki şiddətə məruz qalıb. Bu halların kökündə nələr dayanır ki, belə xəbərləri də alırıq, belə hallar da yaşanır. Klinik psixoloq qonağımızla müzakirə edəcək bu mövzunu. Gülşən Rüstəmova bizimlədir. Xoş gəldiniz Gülşən xanım, buyurun, sizi dəvət edirik. Ailə daxili şiddətdən danışmayacağıq, qadına qarşı olan şiddətdən danışaq. Niyə görə? Çünki məhz ailə daxili şiddətdən övlad da var, orada ailə özləri də var. Amma qadına qarşı və xüsusilə mövzu bilirsiniz nədir? Mövzu odur ki, boşanmaq istəyən bir qadına qarşı olan o məlumat bizi çox sarsıtdı ki, armaturla döyülmə nə deməkdir? Bunun kökündə nə dayana bilər Gülşən xanım? Çünki siz klinik psixoloqsunuz və bunun bəlkə də uşaq yaşlarından və yaxud ailə məfhumunun nə olduğunu bilməyən insanlar artıq bu cür variantlara əl atmış olurlar. Nədir bunun səbəbi? Hər vaxtınız xeyirli olsun. Əslində pozitiv başlamaq istəyərdim hər zaman olduğu kimi məsələyə. Amma ki, çox üzücü xəbərlər həqiqətən. Biz bu xəbərləri də eşitməyə hazırıq cəmiyyətdə. Çünki elə bir mühitdə yaşayırıq ki, göz yumub keçə bilməyəcəyimiz mövzular var. Əksinə o mövzuları biz müzakirə etməliyik ki, gənc nəsil bundan nəsə ibrət götürsün. Sonraki nəslə ötürməyək bunları. Çünki danışmadığımız mövzular əslində öz-özünə çözülüb, həll olunub, əriyib gedən mövzular deyil. Bunlar gələcək nəsillər üçün böyük bir, daha da qloballaşmış şəkildə irəliləyir, necə ki, indi olduğu bir hadisədə. Əslində, burada qadına şiddət deyil, burada cəmiyyətə şiddətdir, burada insanlığa şiddətdir, burada yaradılışa şiddətdir. Yəni, bir mənalı şəkildə bunu qadına şiddət deyib, adını mühürləyib, qırağa qoyub və xanımlar barəsində danışmağa istəmirəm mən cəmiyyətimizi vadar eləyək. İnsanlar danışsın ki, xanımla bağlıdır bu, xanım nə edib, nə etməlidir, nə olar ona, nə olmaz ona. Belə istəmirəm götürək məsələni. Məsələni gəlin, qloballaşdıraq, insanlığa, yaradılışa, cəmiyyətə, ümumiyyətlə həyata bir şiddətdir bu. Bir insan hansı bir mənada bir düşüncəyə gəlir ki, mən hansısa bir canlının həyatına müdaxilə edə bilərəm. Bu düşüncə hardandır insanda? Olmaz. Bizim böyütdüyümüz, cücərtdiyimiz o rüşeym şəklində olan, bətnimizdə olan uşaq belə bilməlidir ki, anam düşünür ki, bir canlıya belə şiddət göstərmək mümkün deyil. Evdə danışıq tərzi o cür olmalıdır. Bütün canlıların yaşamaq hüququ var. Bütün canlıların, bütün yaradılışın yaşamaq hüququ var. Bizim vəzifəmiz onlara ya yaşayışında kömək eləməkdir, ya da yaşayışına mane olmamaq. O qədərdir sərhəddimiz. İnsanın yaşayıb yaşamaması, bu onun xəstəliyi ilə əlaqədar ola bilər. Cəza çəkməsi dövlət tərəfindən həll oluna bilər və bunun üçün məcəlləmiz var, bizim konstitusiyamız var, biz sivil dövlətdə yaşayırıq. Bir insan digər canlının, insanın demirəm, xanımın demirəm, uşağın demirəm, bir insan digər canlının həyatına müdaxilə edə bilməz, onu yaşamaq hüququndan məhrum edə bilməz. Bu çox acı bir mövzu. Mövzu nədir? Boşanmaq istəyən qadının başına gələn bir hadisədən danışırıq biz. Yəqin ki, bu şiddət o qədər artıb ki, artıq qadın boşanmaq qərarına gəlib. Amma qərarına da gəldikdə bu cür yanaşmaq olmaz. Yəni, Gülşən xanım, bilmirəm, qarşınıza çıxır ya yox. Demək olar ki, həftədə bir dəfə bu tip xəbərlər çıxır. Ailə ola bilmirik, yaşaya bilmirik birlikdə, hər hansısa bir səbəbdən fərqi yoxdur. Boşana da bilmirik. Boşanan zamanda fiziki şiddət ortaya çıxır. Necə olmalıdır ki, sağlam, normal bir şəkildə sağollaşa bilsinlər cütlüklər? Bilirsiniz, ümumi danışsaq belə, burada xırda detallar, individual cəhətlər, fərdi nüanslar çoxdur. Ailə bağlı bir sandıq kimidir və biz bilə bilmərik ki, o ailədə nə baş verir, hansı istiqamət gedir. Amma ümumiyyətlə cəmiyyətə deyə biləcəyimiz hissələr vardır ki, biz sivil dövlətdə yaşadığımız üçün, bizim hüquq və vəzifələrimiz olduğu üçün hər bir insanın yaşamaq hüququ var. Heç bir toxunulmaz olaraq yaşamaq hüququmuz var və yaşamaq üçün, yaşamaq təkcə canlı olaraq yaşamaqdan söhbət getmir də, emosiyaları yaşamaqdan, fiziki özünü reallaşdırmaqdan, aktiv həyat tərzi keçirməkdən, övlad dünyaya gətirirəm, gətirmirəm, hətta istəmirəm, övlad dünyaya gətirmirəm, başqa bir istiqə yaradıcılıqla məşğulam və ya elmi araşdırma ilə məşğulam. Bunların hamısı yaşamaq hüququnun içində gedir ki, bizim seçimlərimiz var insan olaraq. Məsələ burasındadır ki, biz düşünürük ki, insan olaraq, cəmiyyət olaraq çox təəssüf ki, hələ cəmiyyətin əksər hissəsi belə düşünür ki, biz
digər insanların həyatına müdaxilə edib onların barəsində qərarlar qəbul edə bilərik. Pis qarşılaya bilərik. Hansısa bir nüansları, yazılmamış qanunlar toplusu var. Bir çamadan yanımıza qoymuş, bir belə səbət qoymuş o yanımıza. Orada qanunlar toplusu var ki, onları götürüb istifadə edirik. Biz bu mövzuya pis baxmalıyıq. Başqasına da yer edirik. Və kütlə psixologiyasına istər-istəməz, baxın, bəzi düşüncələr var ki, xüsusən negativ düşüncələr elə sürətlə yayılır ki, kütlə psixologiyasında. Pozitiv düşüncələr, pozitiv addımlar daha ləng gedir. Sanki onların sürəti daha azdır. Və o pis baxaram, yaxşı qarşılamaram, dəstək durmaram, ayıb hiss elətdirərəm, əslində insanların özləri ilə bağlıdır. Hər ehtimala qarşı daha pis olan bir şeyi qabardım ki, fonda mən itim. Məsələn, biz soruşsaq ki, bir insanın həyatına, həyat yoldaşından soruşsaq ki, niyə müdaxilə eləmirsən? Onun cavabı belə yoxdur. Çox belə absurd, heç qeyri-adekvat cavablar verəcək. Ya deyəcək ki, mənimdir, mən bilərəm. Yəni, bu hissəyə qədər gedib çıxacaq ki, mənimdir, mən bilərəm. Yəni, mənə aiddir, bunun qarşılacağı bir şey yoxdur. Yaxşı, qarşılayacaq bir şey yoxdur. Bəs dövlət qarşısında necə cavab verirsən, konstitusiya qarşısındasın? Demək ki, sənin hüququn yoxdur insanın həyatına müdaxilə eləməyə. Amma yenə deyirəm, bu düşüncədən asılıdır. Cəmiyyətin düşüncəsindən asılıdır, eşitdiyimiz ifadələrdən asılıdır, atalar misallarından asılıdır, yazılan video çarxlardan asılıdır, insanlara nəyi təbliğ edirik, reklamlarda hansı ifadələrdən istifadə edirik, qarşıda olan insanların düşüncələri hansı formadadır, nəyi təbliğ edirik, bu çox vacib bir məqamdır. Çünki cəmiyyətin fikirlərini bilirsiniz də, dəyişə bilən bir insanlarıq, ən azı biz aparıcılar, psixologlar. Şiddət göstərənlər, Gülşən xanım, bəzən sual verəndə deyirlər ki, boşanmağını istəmirdim, sevdiyimdən ailəmi qorumaq üçün. Ailəmi qorumaq üçün. Övladlarıma görə. Bu nə dərəcədə doğrudur? Bunun altında varmı hər hansı bir Bəli, bu travma? yenə deyirəm, bu bilirsiniz, absurd cavablardır. Çünki biz bir dəfə uzun illər bundan öncə, hətta pis qarşılanan vaxtda ki, belə düşünürdülər ki, psixologlar istəyir ki, hamı boşansın. Belə bir absurd düşüncə var idi ki, niyə psixoloq istəsin ki, hamının boşanmağın çox belə absurddur. O vaxtda deyəndə ki, qadınlara ki, sən şiddət görürsənsə, səni nəsə qane etmirsən, niyə boşanmırsan? Övladıma görə deyirdi. Biz onu izah eləməyə çalışırdıq ki, sənin övladıva vurduğun zərər, bunları göstərərək ona, bu səhnəni yaradaram, bu şəraitdə. Elə bir insanlar, elə bir canlılar yetişdirəcək, canlı deyirəm onlara. Çünki nəticə olaraq onların fəaliyyətini insana bənzər adlandırmaya bilərik. Çünki manyaklar yetişir buradan, bipolyarlar yetişir buradan, hansı ki borderline'lar yetişir buradan ki, hansı ki onlar üçün sərhəd deyə bir şey yoxdur insanlara qarşı cəmiyyət. Həmən şiddət görmüş ailələrdən yetişir. Və övladına, insanlara, heyvanlara, canlılara, bitkilərə ziyan yetirən insanların böyüdülüş tərzinə baxsaz, mütləq surətdə əzilmiş insanlardır. Mütləq surətdə şiddət görülmüş insanlardır. Alçaldılmış insanlardır. Və özünü sübut etməyə çalışan insanlardır. İlk fürsətdə kiməsə xəsarət yetirir, ilk fürsətdə kimisə incidir. Və çalışırlar ki, özlərini sübut eləsinlər ki, biz də varıq. Bilirsiniz, təkcə sübut eləmək məsələsi deyil burada. Burada bilirsiniz, bir aqresiya da var. Məsələn, çox belə sakit, görünümlü insanlar var. Bunu mütəxəssislər seçə bilir. Adi insanlar çox vaxt seçə bilmir ki, falan kəs necə sakit insandır. Psixoloq baxır ki, bunda pasiv aqresiya var. Var, ilk fürsətdə elə bir fəaliyyət göstərə bilər ki, siz heç vaxt onu tanıya bilməzsiniz. Çünki bilirsiniz, o ki, daxildə olur, negativ hiss yaranır. Mən bunu dəfələrlə demişəm ki, video çarxlar da var. Düşünürəm, efirlərdə də demək vaxtıdır ki, bunun sizin övladlarınız kiçik yaşlarından öz ailə üzvləriniz tərəfindən şiddət görə bilər. Qohumlarınız tərəfindən, qonşularınız tərəfindən bunun sübutlarını dəfələrlə gördük sosial şəbəkələrdə. Övladlarınızı şiddətdən qoruyun. Psixoloji şiddətdən, fiziki şiddətdən, maddi və mənəvi şiddətdən qoruyun. İbtidai sinif müəllimlərinin burada fəaliyyəti var. Uşaqlara bullying yaşadanda, ən çox ibtidai sinifdə uşaqlar bullying yaşayırlar. Siz təsəvvürünüzə gətirin ki, psixoloji xəstəliklərlə bərabər uşaqlarda insulin dirənci meydana çıxır. İbtidai sinifi bitirmiş uşaqların əksəriyyətində həddini artıq çəki artması baş verir. Niyə görə? Çünki bullying yaşayırlar ibtidai sinifdə. Baxın, çox böyük rolumuz var bizim bu cəmiyyətdə. Hər bir yetişdirdiyimiz, hər bir addımımızı doğrudan da mütəxəssis rəyinə atmalıyıq biz. Ki, sağlam cəmiyyətdə yaşayaq və bu cür informasiyalara kədərlənib silkələnməyək. Hər birimizin rolu var, dama-dama göl olar. Hər birimiz o addımda düşünüb evladlarımıza dəfələrlə deməliyik və bunu nümunə ilə göstərməliyik. Bir canlı, bir canlıya şiddət göstərə bilməz. Heç bir halda, bəli. Heç bir halda.
bir mənalı şəkildə. Gülşən xanım, Gülşən çox sağ olun. müəllim. Gəldiyiniz üçün klinik psixologumuz Gülşən Rüstəmova o qədər maraqlı fikirlər səsləndirdi ki, mənim gözümdə bir tablo da yarandı ki, şiddət və ondan yaranmış olan Şaxələr. şaxələrdir ki, hansı ki, onlar doğrudan da onlar düzəlməlidir ki, artıq demək olar ki, ağacın kökündən biz onu düzəltməliyik ki, sonra budaqları bizə meyvə versinlər, bar versinlər, çiçəklənsinlər, kölgə salsınlar, rahatlaşaq, istirahət edək. Bu kimi fikirlər canlandı gözümün qabağında. Gülşən xanım, çox sağ olun gəldiyiniz üçün. Mən təşəkkür Bu mövzulara edirəm. həssas yanaşırıq və bu mövzular ətrafında da mütəmadi olaraq üzləşdiyimiz xəbər, məlumat olarsa dərhal yanaşırıq.